bu günlərdə Tofiq Yaqublu ölüm acılığına başlayıb, hansısa bir dərəduzluq əməlində ittiham olunur və s. Hökumət bu tipli addımlara yol verməməlidir. Güman edirəm ki, qarşıdan əlamətlər günləri gəlir, 28 may gəlir, Azərbaycan demək müstəqilliyi ilə bağlı ən vacib tarixlərdən biridir. Ya amnistiya ilə, ya əflə siyasi məhbus hesab edilən, mən hesab edirəm, amnistiya daha doğrudur. Çünki üzərində məhkəmə qurulan, hələ iş almayan adamların da hamısı azadlığa çıxa bilər. Bu insanların hamısı azadlığa buraxılmalıdır və cəmiyyət yeni münasibətlər sisteminə keçid etməlidir. Cəmiyyət nə qədər sərt münasibətlər sistemində olacaqsa, bizim problemlərimiz o qədər çox olacaq və ya bizə qarşı o qədər çox istifadə edilmək üçün boş yerlər olacaq. Buna görə də hesab edirəm, bu istiqamətdə də Azərbaycan hakimiyyəti Qarabağ ətrafında baş verən hadisələrdə əldə etdiyi avantajı bu istiqamətdə də həll etməlidir ki, o dövrə çıxışda Azərbaycan cəmiyyəti təhdid edilə biləcək cəmiyyətlər və yaxud da dövlətlər siyasından çıxarılsın.